Şəmsəddin müəllim, uzun müddət hüquq mühafizə orqanlarında çalışmısınız. Fəaliyyətiniz dövründə hansı maraqlı cinayət hadisələrinə rastlaşmısınız? Çox olub belə hadisələrimiz. Bizim doğrudan da polisin ümumiyyətlə fəaliyyəti macəralarla zəngindir. Mən işləyən zaman belə bir hal baş verdi. Rəhbərlikdən mənə zəng vurdular ki, bəs sizdə xüsusi təyinatlı dəstələrdən biri axtarışda ola-ola sizin ərazinizdə gizlənir, amma siz onu yaxalamamışsınız. Həmin deyək ki, polis əməkdaşının axtarışda olmasıyla bağlı bizə hər hansı məlumat daxil olmadığından mən onun axtarış işi ilə məşğul olmamışdım. Və belə də mən cavab verdim. Dedim, axı bizdə bununla bağlı hər hansı bir göstəriş, tapşırıq, onun axtarış işi yoxdur. Bunlar dedilər ki, biz rəsmi şəkildə sizə deyirik də. Dedim, oldu, deyirsiniz, məşğul olaraq. Mən də müvafiq cinayət axtarış şöbəsinin işlərini tez yığdım. Adının, soyadının, atasının adını, ünvanını verdim. Və qısa bir müddətdə uşaqlar mənə dedilər ki, rəis, bugün saat 3-də bunlar Səadət sarayında nigaha gedəcəklər. 28-ci məhəllədə falan Şadlıq sarayında toydur. Təbii biraz mən duruxdum. Çox çətin bir seçim qarşısında qalmışdım. Hansını edim? Adət-ənənə, milli mənəvi dəyərlərimiz təbii ki, toya, bu cütlüyə mane olmaq biraz düzgün deyildi. Şəriət baxımından günahdır. Milli mentalitetimizə də uyğun deyildi. Amma vəzifə borcu təbii ki, məni vadar edirdi buna. Və zəng vurdum, dedim ki, bir gün onun sən demə toyudur. İcazə verin, toydan sonra mən onu götürüm. Dedi ki, yox, götürməlisi olmuyor. Və təbii, əməliyyat qrupunu hazırladım, qrupa özüm rəhbərlik etdim. Və belə qərara gəldik ki, bəylə, gəlinlə, o dəstəklə, kolonla birlikdə Səadət sarayına gedək. Yəni, bunlar birdən bəy duyuq düşə bilər, axtarışdan məlumat sızması ola bilər. Qaça bilər. Və yaxud da Səadət sarayına getməzlər. Və mən pis vəziyyətdə durumda qalacam. Və bunu seçdik. Doğru seçdik. Səadət sarayına gəldik. Seremoniyada iştirak etdik. Gəlin koloniya. Bəli. Gəldik, pilləkənlə qalxdıq. Yuxarıda Səadət sarayında o seremoniyada iştirak etdik. Sonra üzü taxılma mərasimi oldu, imzalama mərasimi oldu. Və sonra yenə kolona qoşulub geri qayıtdıq. O dəstəklə. O vaxtda telefonlar yoxdur. Mən radio qəbul edici vasitəsilə öz avtonəqliyyat vasitəmdən, xidməti avtonəqliyyat vasitəsi idi, çatdırdım ki, yolumuzda bir dövlət yol polisinin postu var idi. Dedim, o posta bir qrup təcili filan kəs qalsın və maşınımız, o kolon ora çatan kimi şalaqbağım bağlansın. Bəy sağ tərəfdə oturur maşını. Sağ tərəfin qapını açıb, bəyin qoluna girib bizim maşınımıza hərəkət istiqamətinin əleyhinə şəhərə aparıb. Təbii, bəy də xüsusi təyinatlı dəstədən idi, polisin fəaliyyəti ilə tanış idi, ona yad deyildi. O heç bir müqavimət göstərmədən tabi oldu, gəldi. Çünki həmin dəstənin rəhbərliyi öncədən həbs olunmuşdu. Yəqin bu da gözlürdü. Yəni, heç bir müqavimət göstərmədən hiss elədim ki, bunun üçün gözlənilən bir addımıdır. Amma məhz bugün biraz şübhəli və düşündürücüydü. Və gəldik, onu təhvil verdik Bakı şəhər Baş Polis İdarəsinə.